Əziz şagirdlər, gəlin üçbucaqların sahəsi mövzusundan 86-cı suala baxaq. Deməli, bizə A, B, C üçbucağı verib və bu düzbucaqlı üçbucaqdır. B bucağı 90 dərəcədir. C, D düz xətti verib və deyir ki, AD bərabərdir BD-yə. Deməli, CD burada mediandır, tərəfi yarı bölür. Bizdən BD, C üçbucağının sahəsini istəyir. A bucağında 75 dərəcə verib. Qayda var. Qaydaya əsasən, əgər düzbucaqlı üçbucağın bucaqlarından biri 75 və ya 15 dərəcə, fərqi yoxdur. Üstündə 75 verirsə, digər iti bucağı 15 dərəcədə verilərsə, üçbucağın sahəsi, üçbucaq A, B, C, ümumi üçbucağın sahəsi hipotenuzun kvadratının 8-ə nisbətidir. İndi AC-ni 20 verib, yəni hipotenuz 20-dir. Deməli, 20-nin kvadratı bölünsün 8 bərabərdir. 400 bölünsün 8 bərabərdir 50. Bizdə ümumi üçbucağın sahəsi 50 olacaq. CD median olduğuna görə median ümumi üçbucağın sahəsini 2 yerə bölür. Onda yaza bilərik ki, SBDC bərabərdir. SABC bölünsün 2. Yəni, 50 bölünsün 2 bərabərdir 25 dərəcə. Deməli, BDC üçbucağının sahəsi olacaq 25 santimetrin